Bugün sizlerle birlikte writing yox, listening hissəsini eləyəcəyik. Gəlin birlikte başlayaq. Bizim burada nələrimiz var? Bir dəqiqə. Bizim burada writing progress var. Writing progressimiz var, tapşırıqlarımız var. Birincində öz fikirlərimizə 10 ideas qoyub yazacağıq. İkincisində yenə 10 ideas var. Yenə öz fikrimizdən boşluqları dolduracağıq. Üçüncü tapşırıqda yenə boşluqlar var. Öz fikrimizi deyəcəyik yenə ki, write your opinions. Sonra yəni burada topic sentence, body sentence, closing sentence var ki, bunların hamısının izahını vermişəm. Mən YouTube kanalımdan girib baxa bilərsiniz. Write your first draft. Öz yeni bir qaralama tipli bir şey yaz. Yəni bu dərsin hamısını deyə bilərəm ki, öz fikrimizlə irəliləyəcəyik, öz ideyalarımızla. İndi qaydamıza baxaq. Qaydamızdan bir dəqiqə, pre-write'ımız, draftımız, revise, edit, publish var. Deməli, bunların hamısının izahının nə olduğunu bir demişdim. Yəni əvvəlki dərslərdən girib yenə baxa bilərsiniz. Burada draft haqqında danışacağıq. Deməli, başlayaq. Use your notes. Use your notes from brainstorming and outlining steps. Brainstorming'dən outlining'i mən sizə izahını vermişdim. İkisi də draftdə, qaralamada öz sözləri və öz fikirləri yazırsan, sözləri yazırsan, not götürürsən. Sonra turn your ideas into sentence and your sentence into a paragraph. Öz ideyanı çevirəsən cümləyə və onu da paragrafa çevirəsən. İdeyanı cümlələri də paragrafa çevirəsən. Just write, don't worry about mistakes. Sadəcə yaz, qrammatika səhvi, fərqi yoxdur. Nə səhv olursa olsun, video biraz daldıcıdır, ondan narahatçılıq verir. Öz fikirləri, yəni səhv olmasına baxmadan, yəni qrammatika səhvi, hərf səhvi, spelling səhvi fikir verməyin. Include main ideas and details. Deməli, əsas ideyalarla detalları əlavə eləyəsən. Details, detallar deyirik də. Leave some space after each line. It will make editing easier. Hər abzasdan sonra, hər bir söz cümlədən sonra bir abzas ötür ki, o sənin düzəlməyində, kömək edit eləməyində asanlaşdıracaq. Sonra look at the word web and add your own ideas in the gaps. Öz fikirləri bu boşluqlara artıracaq. Yəni məsəl üçün öz what do you take with you when you travel? Burada var, məsəl üçün toothbrush, sonra phone charger var, mobile phone var. Deməli, bunları özü veribdir. Yəni diş pastası, telefon, zaratka şeyi və telefonun özü. İndi biz ora nə qoya bilərik? Məsəl üçün clothes qoya bilərik. Gələndə elə ən çox yığdığımız paltar olur. Sonra ikincinə nə yaza bilərik? İkincinə məsəl üçün bag yaza bilərik və yaxud suitcase yaza bilərik ki, bunları biz çanta olaraq götürüb əşyalarımızı, paltarlarımızı oraya yığırıq. Üçüncünə nə yaza bilərik? Nə yazaq? Maybe yaza bilərik ki, passport. Pasport, yəni gedəndə ən çox lazım olan şeylərdən biri pasport olacaq. Çünki ingilislər ən çox istifadə elədikləri elə gedib gəlməkdə pasport istifadə edirlər. İndi burada da boşluqların yerinə öz fikrimizi yenə yazacağıq. The most important thing is I cannot without it. Ən vacib şey nədir ki, mən onsuz edə bilmərəm, nə edə bilmərəm və nədir ki, nə edə bilmərəm, onları yazacaq yerinə. Məsəl üçün, bir dəqiqə, bu da yaxınlaşmır ki. Məsəl üçün, passport yaza bilərik, bayaq dediyim kimi. Passport, travel. Ən lazımlı şey passportdur, çünki mən onsuz səyahət edə bilmərəm. Biz indi kimlik falan deyirik, amma onlar da pasportla keçirlər də ingilislər. It is important
to take because bir şey vacibdir götürmək. Çünki your phone because you can get lost maybe. Telefonun vacibdir. Çünki sən itə bilərsən. You can get lost. Bir yazım aşağı onu düzəldərik sonra. Bura get eləyin. Aha yazı düzəltdim özüm buradan. Sonra it's not important to take because bir şey önemli değil götürmək. Çünki maybe a book, kitap deyə bilərik. Kitap önemli değil. Çünkü you can find it in PDF. Okay, so first one, you can find in the articles, so there's no need to take it. Sen otellerde tapa bilərsən, ona ihtiyacın yoxdur götürməyə. Maybe hair dryer, fan, yəni saç qurudan. Çünki otellərin özündə olur. Okay, so I don't think is useful. Düşünürəm ki, bir şey çox da lazım deyil istifadə etmək. Soap, sabun, yəni elə yoxdur, tətildə istifadə etmək. Çünki otellərdə olur da, yəni biz niyə özümüzdən götürək ki? Okay, so digər tapşırıq. Follow the instruction. Bu cədvəl tamamla. Write your opinions in the World Web. Söz bu boşluqların yerinə öz fikirləri yazasan. How can a mobile phone be useful when we travel? Bir mobil telefon necə insana lazım ola bilər səyahət edəndə? Məsəl üçün, when we get lost in a forest or in somewhere. Haradasa itəndə, yəni telefon lazım olar ki, naviqasiyaya baxaq və yaxud zəncirliyə konum göndərək. Sonra məsəl üçün, when we want to talk with our close friends or friends. Biz nə vaxtsa dostlarımızla falan danışmaq istəyəriksə, o zaman telefon bizə lazım olar. İkinci hissəyə də yazaq ki, when nə yazaq? Yazaq ki, məsələn, for take photos, insanları çatladıb patlatmaq istədiyimiz vaxt çəkin çəkdirmək üçün götürə bilərik. Outline your plan. Topic sentence. A mobile phone is the most important thing to take abroad. Body sentence. Deməli, yəni topic sentence onu izah vermişdim zaten, inanmıram lazım olar. Body sentence orta cümlə olan var idi, əlaqələndirdiyimiz. O istədi. Bir də closing var. İndi biz bura bu body sentence'e bu 3 dənə yazdığımız ki var daha. Onlardan birini seçəcəyik. Məncə mən for take photos götürəcəm, amma siz hansını istəyirsə götürə bilərsiniz. Yəni insanları çatladıb patlatmaq var ki, niyə də itək. Body, onda yazarıq ki for take photos, ta yazmıram, yer çatmayacaq. Closing'e də yazarıq ki when we want to do something, we will need our phone. So that's why we need our phone. Sonuncu olaraq da bizim draft, yəni qaralamada öz essemizi yazmamı istəyəcək. Və siz bunu məncə öz edə bilərsiniz. Mən sizə inanıram ki, siz yaxşı bir özünüzdən esse yazasınız. Çünki mən sizə başlanğıc hissəndə, son hissəndə başlıqlarını verdim və siz buna uyğun yaza bilərsiniz. That's all for today. See you next time. Don't forget to subscribe and like the video. Bugünlük bu qədər. Kanala abunə olub like atmağı unutmayın.